Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Azərbaycan saatındayıq və Natiq Adilovla danışacağıq. Bugün bir çox vacib, əhəmiyyətli məsələləri. Natiq bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Qənimət bəy, hörmətli tamaşaçılar, hamınızı xoş gördük. Mənim diqqətimi çəkən bir neçə mövzular var bugün. Natiq bəy, demək, əlbəttə çalışacağıq. İndi bu aktual məsələlərin hamısına toxunaq, amma prioritetlər var. Diqqətimi çəkən məsələ odur ki, Azərbaycanda nəhayət Mətbuat Şurası da dilə gəldi və anti-söyüş, anti-təhqir ritorikasında bir açıqlama yaydı ki, olmaz belə şeylər, cəmaatı söyüb təhqir eləmək olmaz. Biraz məni düşündürən odur ki, Mətbuat Şurası əlbəttə bir hökumət qurumudur. Onun zaten mətbuat heç də qalmayandan sonra Mətbuat Şurasının qalmasının özü də fövqəladə bir məsələdir. Amma hər halda var belə bir hökumət qurumu. Amma mənim diqqətimi bu məsələlərin kötüyü çəkir. Kötüyü necə başlanıb və bu çağırış o deməkdirmi ki, hökumət daha başqalarını öz media resursları vasitəsilə təhqir etməyəcək, linç etməyəcək, özünün axı hökumətin arsenalında xeyli səsvarı, məsələn, mətbu elementlər var ki, onların işi gücü hər gün oxunmasalar da, ictimai diqqətdən kənarda qalsalar da, ayrı-ayrı adamları söymək və təhqir eləməkdir. Yəni, bu o deməkdirmi ki, hökumət imtina eləyir həmin bu ənənəvi mətbuat siyasətindən. Qənimət bəy, birincisi, mənə də çox tamaşaçılar, Azərbaycanlılar yazır. Çünki o Mətbuat Şurasının o verdiyi bəyanatı həm də belə təqdim edirlər insanlara ki, sosial şəbəkələr Azərbaycanda qadağan oluna bilər. Ya mənə elə gəlir, ya da ki, əslində elədir ki, sizin səsinizdə... Belə bir şey var. Ona görə əhəmiyyətli hesab edirəm bu barədə tanışmağa. Və zamanlamaya baxaq. Siz də doğru qeyd edirsiniz, işarə elədiniz ki, söyüş Azərbaycan siyasətində bugün peyda olmayıb. Amma bugün Mətbuat Şurasının bu günlərdə belə bəyanat verməsinin arxa fonun biz araşdırmağa cəhd eləsək, görərik ki, bu daha çox prezident ailəsinin gəlini Alyona xanım barəsində son günlər yayılan videolara, şərhlərə, insanların reaksiyası ilə bağlıdır. Yəni, daha çox mən Mətbuat Şurasının bu bəyanatın Alyona Əliyevanın müdafiəsi istiqamətində atılan addım kimi qiymətləndirirəm. Hökumət indi gəlinin məsələsi ilə bağlı həqiqətən çıxılmaz vəziyyətə düşüb, prezident ailəsi. Nə təksif verə bilirlər, nə bir əks argumentasiya qoyurlar. Ancaq köklənilib hansı məsələyə təhqir olmaz, milli mənəvi dəyərlər aşağılanmaz və s. və ilə axır. Gələk məsələnin özünə. Bu bəyanatla mən də tanış oldum. Doğrudanmı o bəyanatda göstərildiyi kimi Azərbaycan hakimiyyətinin, Azərbaycanı idarə edən insanları, Azərbaycandakı... Bəy, mikrofonu biraz da yaxın tutmaq olar mı? Bəli, bəli. Azərbaycandakı mənəvi mühit maraqlandırır, milli mənəvi dəyərlər maraqlandırır, onun keşiyində dayanmaq istəyilir. Mən qətiyyən buna şübhə eləyirəm. Ona görə ki, mənəvi mühit Azərbaycan xalqının ictimai və əxlaqi, etik davranışları hansısa qanunla müəyyən olunmur. Biz səbəblərə baxmalıyıq, nəticələrə yüklənməməliyik. Həqiqətən də, sən də, mən də, elə tamaşaçılar da şahiddir ki, Azərbaycanda ritorika, insanların ritorikası həddən artıq sərtləşib, belə deyək, o etik normaları keçib. Bunu hansısa Mətbuat Şurasının bəyanatı ilə, cəmaata moizə oxumağı ilə aradan qaldırmaq olmaz. Biz səbəblərin üzərinə getməliyik ki, nə oldu ki, bu xalq, bu Azərbaycanlılar balacasından böyüyünə, qadından kişisinə bu ritorikaya keçib və bu ritorika günü-gündən də sərtləşir. Çünki bunu doğuran səbəblər var, həyat şərtləri var. Azərbaycanda insanların söyüş son sığıncağına dönüb. O baxımdan ki, bir yerdə ki, insan fiziki olaraq, hüquqi olaraq özünü qoruya bilmirsə, söyüş bir özünü qoruma refleksi kimi
fenomeni kimi ortaya çıxır. Söyüşlə insanlar təkcə qarşısındakı onu cəzalandıran, onu haqsız yerə əzab verən insanları yaralamaq istəmir. Həm də öz o ağır mənəvi, psixoloji yükün, stresin üzərindən atır. Yəni söyüşün Azərbaycanda, yəni bəhs olunan söyüşün iki funksiyası var. Bir, bizi idarə edən insanlara qarşı reaksiya. Çünki başqa imkanları insanların əlindən alıblar. Azərbaycan insanı günün günorta çağı quru şərlə həbs eləyirlər, mülkün əlindən alırlar, təhqir eləyirlər dövlət səviyyəsində, bütün hüquqlarını tapdalayırlar. Bu halda necə olmalıdır? Adamlar polisə müraciət eləməlidir, prokurorluğa müraciət eləməlidir, məhkəməyə müraciət edib haqqın bərpa eləməlidir. Əgər bu faktlar tutaq ki, sistemli şəkildə deyilsə. Belə bir imkan yoxdur. Azərbaycanlılar hüquqla, qanunla özlərini müdafiə eləyə bilmir. Təkcə özdə siyasi mövzularda deyil ki, bu Qənimət bəy. Yəni, adi məsələn, məhəllə davası olsun, gedək polisə, prokurorluğa, məhkəməyə müraciət eləyək. Sən haqlısan, mən haqsız. Amma mənim pulum sizdən çoxdursa, kimin şübhəsi var ki, mən qalib gəlməyəcəm. Doğrudurmu? Yəni, təkcə bu siyasi məsələlərdə deyil. Qeyri-siyasi məsələlərdə də haqqın, hüququn, ədalətin yerinə qoyulması problemli məsələdir. İkinci bir tərəfdən, Azərbaycan insanı sistematik olaraq bu rejim tərəfindən istila olunur, təhqir olunur və şuur altına yığılır. Adamları hətta döyürlər fiziki, məsələn, dünənləri bütün Azərbaycan sosial şəbəkəsi yaydı da. Ondan əlahiddə danışacağıq elə belə. Danışarıq, yəni bir gəncin 3-4 polis tərəfindən döyülməsi. Fiziki olaraq cəmiyyət özünü müdafiə olunur, onda bu reflektiv bir şeydir, əsrlərdən gələn bir şeydir. Adamlar özlərini boşaltmaq üçün söyüşə əl atır. Ona görə nəticələrə Mətbuat Şurası və yaxud da Azərbaycan hakimiyyəti bu məsələdə doğrudan da narahat olsa, səbəblərin üzərinə gedər. Amma gedəcəkmi Qənimət bəy, sizin sualınız odur. Arzu eləyək getsin. Amma bu gün baş verməyin. Bax, yadınızdadırsa, təxminən 3-4 il bundan əvvəl də Milli Məclisdə müzakirələr getdi. O halda qayırma deputatlar vasitəsilə Siyavuş Novruzovun bir elə Mətbuat Şurası fason bəyanatı oldu ki, bizim xalqımızın dəyərləri var, filan var, ay müxalifətçilər, ay tanınmış şəxslər bu mövzuda mövqe bildirin. Onda da bəzi bizim dostlar dedi ki, deyəsən hökumətin başı daşa dəyib, buradan nəticə çıxarılacaq ki, artıq uzun illər bu silahı axı hökumət özü onun əleyhdarlarına qarşı istifadə edib. Bir dənə telekanal olanda, yəni televiziya imkanları, kütlələrə xitab eləmə imkanı, bir dənə bunlarda olanda öz efirləri vasitəsilə Azərbaycanın ictimai siyasi xadimlərin ən alçaq formada bunlar təhqir edib. Bunların qəzetlərində təhqir olunmayan, müstəqil fikirli, hakimiyyətə təslim olmayan adam qalmayıb. Ən ağır ifadələrlə Milli Məclis söyüş ünvanı olub. Hələ o kadrlar internetdə də qalıb. İndi bu silah öz əllərindən çıxıb, Qənimət bəy. Ona görə yox, əllərindən çıxıb eləməyib. Bax, bunların həmin o ictimai diqqətdən kənarda qalan, adamların oxumadığı, amma bir də kimlərsə təsadüfən maraqlananda, ya ekspertlər, ya sadəcə olaraq hansısa jurnalistlər maraqlananda görə bilərlər. Bunların o nəşr etdikləri və heç kimin oxumadığı qəzetlər var ha. Onlar elə saytlar var, onlar elə yenə də doğrudur. Mən ifadəmə onda düzəliş eləyim. Doğru deyirsiniz Qənimət bəy. İmkanlar bərabərləşib, belə deyək. Bəli. İmkanlar bərabərləşib, yəni onların ki, əzdiyi insanların belə bir silahı əldə edib, fürsəti olub, ona görə narahatdırlar. Əlbəttə ki, biz bu qəzetləri peşə borcumuz olaraq bəzən nəzərdən keçirdirik. Mən də görürəm ki, ağır təhqiramiz ifadələrə yol verirlər, insanların ləyaqətini onurlar. O biri tərəfdən bütün internet istifadəçiləri, bizi izləyənlər şahiddir ki, bunlar öz trolları vasitəsilə hansı əxlaqsızlığı edir. Məsələn, biz indi burada ikimiz olduğundan deyirəm, nə sənin, nə mənim ritorikamda söyüş, kiminsə şərəf və ləyaqətin, ailə üzvünü aşağılayacaq bir ifadələr yoxdur. Amma baxın, onlar bizim statuslarımıza, yayımlarımızın altına necə öz ifadələri ilə desək, xalqımızın milli mənəvi dəyərlərin zədələyəcək, ləyaqətsiz, alçaq ifadələr yayır. Yəni, bu hökumət özü bu siyasətin təməlini qoyub, indi də ondan özləri əziyyət çəkir. Söyməyən insanları, normal ritorika ilə bunlarla mübarizə aparan adamları bunlar təhqir eləyiblər, söyüblər. Neçə cəbhəsi? Bax, bu günün özündə də Qənimət bəy, 2 cəbhəsi inzibati qaydada
həbsdə yatır. İnzibati qaydada. Nədir? Ünvansız güya söyüş söyürlər. Ünvansız, yəni adamları şərləməyə heç nə tapmayanda onların üzərinə qoyurlar. Siz kimisə ünvansız söyübsüz küçədə falanda, ona görə həbsə atıbsınız. Tofiq Yaqublu olsun, Əli Kərimli olsun, Azər Qasımlı olsun, Rüfət Səfərov olsun, digər siyasi məhbusların adını çəkə bilərik. Bunların siyasətində apardığı uzun illərki çıxışlarında, yazılarında Azərbaycan insanı bir dənə təhqiramiz element tapa bilməz. Kiminsə anasını söydüyün, bacısını söydüyün, ləyaqətinə alçaldan ifadə işlətdiyin görə bilməz. Amma Azərbaycan hökuməti onları ən ağır cəzalarla cəzalandırıb, həbsə göndərib, şərləyib. Bunun özü elə cəmiyyətin o sütunlarına vurulan zərbə deyilmi? Ona görə mən ümid eləmək istəyirəm ki, Qənimət bəy, bunlar bu yaradan doğru nəticə çıxartmaq istəyəcəklər. Amma keçmiş praktika o qədər optimist olmağa əsas vermir. Yəni rejim, sistem o qədər degradasiya eləyib ki, bu cür məsələlərə ancaq daha yeni bir cəza növü, daha yeni bir cərimə imkanı kimi baxır. Bu insanları tutmaqla, cərmələri yüksəltməklə, nə bilim qanunları sərtləşdirməklə əgər sistemin özünü xilas eləmək imkanı olsaydı, onda bütün diktatorlar, bütün bu debir rejimlər, bütün sərt sərəncamlarla, qərarlarla özlərini ömürlü eləyə bilərdilər də. Mümkün deyil. Mümkün deyil bu. Bir sadəcə qəzetlər falanlar deyir də. Məsələn, bunların nəhəng troll ordusu ki var. Hər gün indi bu prosesin gelişində belə, yəni bir tərəfdən ki bunlar çağırırlar. Söyüş olmaz, təhqir olmaz, plan, milli mənəvi dəyərlər. Burada şeylə partapar söyürlər. Həmin o troll bütün sosial şəbəkələrə doldurulub. Nəyin Daxili İşlər Nazirliyinin trolları, hətta Kənd Təsərrüfatı Nazirliyinin trolları. Bir də kimin elə əlində bazı səlahiyyət, imtiyaz varsa, bütün dövlət idarələrinin hamısının özünə görə troll dəstələri var. Və heç kim deyə bilməz də, Qənimət bəy, bu trolların öz fəaliyyətidir. Yəni, məsələn, yox, əlbəttə, troll komandasına deyirlər ki, get-ginən Qənimət Zahidə cavab ver. Amma o gəlir söyüş yazır. Belə bir şey yoxdur da, yəni onlar hamımız bilirik ki, konkret təlimat əsasında. Yəni onlara deyirlər, get söy, get təhqir elə, get alçaldıcı ifadə yaz. Yəni bu heç birimizə sir deyil. Bir çox hallarda ümumiyyətlə yazıb hazır tezisləri verirlər ki, orada biraz bir-iki söz dəyişsin. Və yaxud hətta canlı troll olmasın. Botlarla bunlar ki, komanda verib o təhqir və söyüş yağdırırlar. O da bunların laboratoriyasında. Nə olsun ki, burada adam, arxasında adam dayandı ya texnika dayandı. Eyni şeydir. Yəni bunu sən ifadə edirsən. Komanda edirsən. Sən ona komanda verirsən. Sənin komandanın əsasında o şərhləri yazılır. Bəli. Yəni bunlar mümkün olan bütün özlərinin, yəni nəzarətində olan bütün müstəvilərdə o söyüş və təhqiri davam elətdirirlər. Sadəcə fikirləşirlər ki, tamam da biz eləyə bilərik. Biz necə söyməyi, necə təhqir eləməyi biraz daha peşəkarcasına bacarırıq. Amma kimlərsə bunu eləyə bilməz, çünki onlar bunu bacarmır. Onlar bunu kobud edirlər. Bax, təxminən belə bir yanaşmadır. Qənimət bəy, bu söyüş məsələsinə bir ümumi baxışda ifadə eləmək istəyirəm. Bir neçə dəfə demişəm, təkrarlamağa faydalı bilirəm. Siz indi insan cəmiyyətidir, istənilən şəxsi söyə bilərlər, bizi də elə söyürlər də. Amma Azərbaycanda belə bir söz var da, söyüşün yapışması məsələsi. Bax, Azərbaycanda kifayət qədər üzdə olan siyasətçilər, müxalifətdən, azad cəmiyyət ifadəçiləri, onların hamısının hökumətin trolları uzun illərdir söyür. Amma baxın, görün ki, mübarizə aparan, bu sistemə qarşı dirəniş göstərən və söylən adamların hansının üzərinə o söyüş yapışıb? Hamımızı söyürlər də. Yəni, bizim ən uzqar kənddə yaşayan aktivistimizi bunlar trolları vasitəsilə, mətbuatları, qəzetləri vasitəsilə söyürlər, təhqir eləyirlər. Açıq aydın. Amma onların heç birinin söyüş yapışmır, ictimai fenomen olmur, siyasi fenomen olmur. Ən yaxşı halda belə olur ki, deyirlər ki, alçaqlığa baxın da, filan kəs bəyi də, filan kəs xanımı da söydülər, təhqir elədilər, ailə üzvlərinə qarşı ləyaqətsiz hərəkət elədilər.
Azərbaycanda məsələn 2 adamın adını çəkim də nümunə üçün. Əhəd Abiyev, Hafiz Hacıyev. Yəni bunlar Azərbaycan hakimiyyətinin kütləvi şəkildə cəmiyyətə göstərdiyi söyüş, təhqir ritorikasına əl atan adamlar olub. Amma bugün vəziyyət o yerə gəlib çatıb ki, Azərbaycanda özünə hörmət edən bir adamı aclamaq üçün onu söymürsən. Elə deyirsən ki, ay Hafiz Hacıyev, ay Əhəd Abiyev, o onun üçün ən böyük təhqirdir. Yəni təhqir silahın müxalifətçiləri alçaltmaq üçün istifadə olunan adamların adı özü söyüşə çevrildi. Bəli. Amma fikir verin, hökuməti, Azərbaycan hakimiyyətinin, İlham Əliyevin, onun ailəsini bugün ən keyfiyyətsiz adam söyəndə belə cəmiyyətdə rəğbət qazanır. Cəmiyyət onu qəhrəman kimi görür. Bu nəyin göstəricidir? Yəni bunu bilmək üçün akademik olmağa, Ramiz Mehdiyevin bu cilik-cilik kitablarını oxumağa ehtiyac yoxdur. Hökumət o qədər nifrət qazanıb ki, o qədər ictimaiyyətdə özünə qarşı hiddət toplayıb ki, onu alçaldan, onu söyən adam avtomatik olaraq xalqın o içində yığılan qəzəblərin ifadəçisi kimi qəbul olunur və o adam qəhrəmanlaşdırılır. O adam rəğbət görür. Bu da çox ciddi məsələdir. Hökumətdə əgər hakimiyyətdə azca soyuq başla, təfəkkürlə bu məsələlərə yanaşan varsa, bunlara baxmalıdır ki, niyə görə bizi söyən insanlar, təhqir olan insanlar cəmiyyətdə bu qədər populyar olur. Dünyanın hər yerində, məsələn, Avropada xeyli azadlıqdır. Yəni, burada söyüş də hətta ifadə azadlığına girir. Prezidentləri, nazirləri, rəhbərləri, deputatları söyən insanlar var. Açıq şəkildə təhqir edən insanlar var, yazan adamlar var. Onların heç biri Azərbaycandakı kimi ictimai maraq obyektinə çevrilmirlər. İctimai simpatiya qazana bilmirlər. Çünki Azərbaycan tənqidi səsləri boğub. Bu cəmiyyətin təbiətidir, naturasıdır ki, bu ehtiras hansısa formada ifadə olunmalıdır. Sən onu duyğuların, hisslərin məhv eləyə bilməzsən. Sən azad mətbuatı susturdun, danışan insanları həbsxanaya atqına, saytları blokla, qəzetləri bağla ki, səni tənqid eləməsinlər. Onda sən özün təhqirin qapısını açmış oldun. Əgər bu cəmaatın, bu hisslərin, bu duyğuların, ehtirazların normal şəkildə siyasətin qaydalarını, mətbuatın qaydalarını, ümumiyyətlə ictimai siyasi əxlaq normalarını qoruyaraq ifadə edən adamlara imkan vermirsənsə, onda səni bu sadaladığım şeyləri heçə sayan kütlə özü ittiham eləməlidir ki, ittiham da eləyir. Hə, doğrudur. Ona görə indi bu söyüş, təhqir, zat, əlim yandıya düşüblər. Amma bəy, bu bayaqda xatırlatdıq, keçdik üstündən ki, sonra danışarıq. Polisin verdiyi işgəncə. Əslində söyüş və təhqir elə işgəncənin davamıdır və yaxud işgəncə həmin söyüş və təhqir siyasətinin davamıdır. Bizdə Azərbaycanlılarda bir çoxunda belə yanlış təəssüratı var ki, əgər dövlət strukturunun adı güc strukturudursa, o vətəndaşlar üzərində tətbiq edilməsi nəzərdə tutulan gücdür. Yox, elə deyil. Dəyərli izləyicilər, güc strukturu dövlətin qanunu qorumaq və qanunların tətbiqi üçün tələb olunan gücünün strukturudur. O, vətəndaş üzərində güc strukturu deyil. Yəni, polisin adını güc strukturu qoyub, onun vətəndaş üzərində güc tətbiq etməsinə haqq qazandıra bilməzsiniz. Əksinə, polis və başqa güc strukturları istənilən ölkədə, normal özünə hörmət edən dövlətdə vətəndaşlara qarşı zorakılığın qarşısını almaq üçün yaradılan güc strukturlardır. Yoxsa bu Əhmədin, Məmmədin təpəsinə dəyənək vurmaq üçün yaradılan gücün strukturu deyil axı. Hələ bir müddət bundan əvvəl, keçən ildə deyəsən, onda da deyəsən, səhv eləmirəsən, Mehman Hüseynovdu onu göndərilən bir videonu yaymışdı. Polis yeniyetmələrə necə işgəncə verir, döyür və necə söyür. Və o yaşda uşaqlara, yəni 40-50 yaşında kişilərin 15-16 yaşda o uşağa, o yaşda olan uşaqlara o söyüşləri
söyməsi o halda mümkündür. Həmin o 40-50 yaşlı əmilərin doğuluşdan məktəb illərində keçəndən üzübəri tərbiyədən anlayışı olmayıb. Qanacaqdan payı olmayıb. Yəni bir insan özünün, nə bilim, oğlu yaşlı, uşağı yaşlı uşağa necə o söyüşləri söyə bilər? Necə döyə bilər də? Yəni sən biraz yaşlındakı 15, 16, 17 yaşında uşağı həm də belə həlqəyə salıb necə döyə bilərsən? Yəni bunun bir psixoloji izahı olmalıdır doğrudan yəni. O uşağa təpinərsən, geri qısılacaq, oturacaq yerindədir. Zaten görəcək ki, bunun fiziki qabaritləri, əynindəki mundir, əlindəki dubinka, belindəki tapança bunu xeyli dərəcədə güclü eləyən məsələdir. Belə tərs baxsan da geri oturacaq yerində. Da onu sən nətər döyə bilərsən yəni? Özü də cinayətkar falan deyil, nə bilim, hansısa uşaq koloniyasında bir neçə dəfə strok çəkmiş adamlar deyil. Məktəb uşaqlardır. Bulvarda və yaxud şəhərin hansısa parkında, küçəsində gəzişirlər. Polis hesab eləyir ki, bunlar hansısa qanunu pozur və tutub onları o şəkildə döyür və söyürlər. Mən açığı həmin o vaxt o epizodları izləyəndə hətta o döyməyi də arxa plana atdım. Bir o yaşda polisin və yaxud Azərbaycanlı nə dəxli var? Polisdir, maçdan gəlməyib ki, Azərbaycanlıdır da. O yaşda bir polis adamın, adam demək mümkündürsə, 15-16 yaşlı uşaqlara qarşı o kəsib söyüşləri işlətməsini mədəniyyətsizliyin və vəhşiliyin piki hesab etdim. Onu önə çəkdim ki, bu pozğunluqdur. Bu artıq insanlıq deyil, bu pozğunluqdur və bu pozğunluğu özünə rəva görən adam bu uşaqları orada öldürə də bilər küçənin ortasında. Ən ağır işgəncələr də verə bilər. Yəni, belə bir məsələdir. Qənimət bəy, işgəncə müasir dünyada yol verilməz sayılan həm hüquqi, həm də etik bir məsələdir. Yəni yol verilməməlidir. İşgəncənin yol verilməməzliyi xoşbəxtlikdən Azərbaycan qanunlarına da salınıb. Yəni sabahları İlham Əliyev qanunu dəyişib desə ki, işgəncə vermək bizdə qanunudur. Buna heç təəccüb. Mikrofon bəy. Çünki Azərbaycanda sizin də dediyiniz kimi belə bir ictimai rəy yaratmaq istəyirlər. Müəyyən qədər də bunu bəzi adamlara sıraya biliblər ki, olmalıdır da, polis adam döyə bilər, cinayətkar döyülə bilər və s. Hətta bəziləri belə əsaslandırma eləyir ki, atamız, babamız da bizi döyüb, dövlət də babadır, nə olar ki? Birincisi, kimin atası döyüb, anası döyüb, nə bir əmsi döyüb, bu əsas vermir ki, qanunu bir tərəfə qoyub, o ənənələrlə yaşayasan. Keçmişdə çox şeylər ola bilər. Fakt bundan ibarətdir ki, bizim qoşulduğumuz beynəlxalq paktlarda, qanunda işgəncənin yol verilməməzliyini təsbit edib. Yəni, heç bir hal, təkrar edirəm, qanun da belə yazır, heç bir hal insan şərəf və ləyaqətinin alçaldılmasına əsas ola bilməz, işgəncə verilə bilməz. Yəni, ən ağır cinayətkarı gözünüzün önündə canlandırın, ən şərəfsiz, ən ləyaqətsiz, nə bilim də, ağlınıza gələn ən axmaq işləri görmüş, cinayət eləmiş adama da qanun icazə vermir ki, işgəncə verilsin. Bu sizin xoşunuza gəlmir və yaxud da mənim xoşuma gəlmirsə, nə bilim, babalarımızın qaydaları ilə düz gəlmirsə, bunu özümüzdə danışa bilərik. Amma o əsas ola bilməz. Heç bir halda işgəncə verilməsi yaxşı bir hal kimi, nə bilim, müstəsna hal kimi göstərilə bilməz. Amma dərdimiz ondan ibarətdir ki, artıq Azərbaycan hüquq mühafizə sistemlərində insanlara işgəncə verilməsi normaya çevrilir. Yəni, cəmiyyət də artıq bu məsələyə belə də olmalıdır kimi baxır. Biz təzadlı bir vəziyyətlə qarşılaşmışıq, Qənimət bəy. Vaxtaşırı, yəqin sizin də qarşısına çıxıb, hörmətli tamaşaçılar, sosial şəbəkələrdə hansısa bir Azərbaycanlının, ağıldan biraz kəm olan Azərbaycanlının heyvanlara zülm elədiyi görülür. Məsələn, bu yaxınlarda bir cavan oğlan, bir qoyun idi mi, qoçu idi mi, özünün salmışdı təpinin altına, onun başına vururdu.
Ondan biraz əvvəl biri, nə bilim, itin qulağını kəsirdi, yoxsa quyruğunu kəsirdi, yayılmışdı. Sonra biri pişiyi təpikləmişdi. Mən gördüm ki, Qənimət bəy, həmin o heyvanlara verilən işgəncəyə Azərbaycan insanlarının amansız bir nifrəti var idi. Nə qədər rəylər var idisə, tutaq ki, 1000 rəyin 950-si o adamların qınağına yönəlmişdi ki, Allahın dilsiz, ağılsız heyvanı ilə niyə görə belə davranırsan? Hətta çağırışlar var idi ki, bu adamlar həbs olunsun. Düzdür, Azərbaycan qanunlarında heyvanlara işgəncəyə görə azadlıqdan məhrum etmək yoxdur, amma cərimə var. Bu pozuntudur. Yeri gəlmişkən onu da bilin, hörmətli tamaşaçılar. Heyvanlara da işgəncə Azərbaycan qanunlarına görə inzibati xəta sayılır. Xülasə, oraya qayıdıram ki, Qənimət bəy, o rəyləri görəndə mən bir tərəfdən, ürəyimin bir tərəfi fərəhlə dolur ki, Azərbaycan insanlarının qəlbində həqiqətən mərhəmət yerini tapıb. Biz ən azı bu faktlar əsasında görürük ki, adamların özünü müdafiə eləməyən, müqavimət göstərə bilməyən, dilsiz, ayaqsız heyvanları işgəncə verilməsi qəbul eləyə bilmir adamlar bunu. Amma o bir tərəfdən görürük ki, həmin bu Azərbaycanlılara, Azərbaycan hakimiyyəti onu təqin edə bilir ki, amma polisin, hüquq mühafizə orqanlarının, hakimiyyətin adamları, günahsız adamları və yaxud da hətta günahkar, cinayət eləmiş adamları döymək, öldürmək, işgəncə olaraq vermək haqqı var. Qanunda da bu yoxdur, dediyim kimi. Bax, bu yanaşmanı mən istəyirəm dəyişək, çox iddialı fikir oldu. Ki, biz qəbul eləməliyik ki, 21-ci əsrdə özdə bu kiminsə kefinə görə, xoşuna gəlməsinə görə bu qərara gəlinməyib, əziz dostlar. Bunun üzərində Natiq Ədilovdan, Qənimət Zahiddən çox ağıllı, müdrik adamlar, filosoflar, hüquqşünaslar, ziyalılar oturub fikirləşib ki, insanlara işgəncə vermək düz deyil. Bununla cəmiyyət tərbiyələnə bilməz. Cəmiyyət bununla bir fərəhli günə çıxa bilməz. Ona görə adamları layiqli vətəndaş yetişdirmək üçün başqa metodlara əl atılıb ki, Azərbaycan hakimiyyəti yalnız Qənimət bəyin dediyi kimi onun o gücün ancaq hərifi kobud mənasını başa düşüb. Halbuki cəmiyyəti idarə etmək üçün, dövləti idarə etmək üçün onlarla başqa vasitələr var ki, cəmiyyət necə sahmana salınsın. Amma bunlar ancaq nəyi bilir? Cərmələmək, cəzalandırmaq. Cərmələmək, cəzalandırmaq. Və siz etik tərəfinə toxundunuz. Biz bunu təkcə sənin dediyin o faktlarda yox, başqa mitinqlərdə də, yayılan ayrı-ayrı aksiyalarda da, polis, prokurorluq, hətta ən elit saydıqları Dövlət Təhlükəsizlik Komitəsində adamlara necə işgəncə verildiyi, necə təhqir, söyüş formasında onlara əzab verildiyini görürük. Bu da ümumi sistem problemidir. Sistem özü belə insanlara möhtacdır, belə qulluqçulara möhtacdır. Çünki demokratiya çox gözəl idarə etmə forması olması ilə yanaşı, həm də dərin bir zəka istəyir, təfəkkür istəyir ki, insanları idarə eləmək, onu hətta istintaq eləmək üçün geniş bir dünya görüşünə sahib olmalısan, 10 dənə kitab oxumalısan, metod mənimsəməlisən. Amma kobud güc nədir? Heyvərəlikdə, yumruğunu vurmalısan, şillərini vurmalısan, söyməlisən, alçatmalısan. Bununla bu bəsit idarə etmək olubdur, yəni orta əsrlərdən qalan. Yəni indi bir düşünün, ən azı keçmiş biz yaşda olan tamaşaçılar biləcək, iki müəllim tipini təsəvvür edin. Bir müəllim tutaq ki, əlinə götürürdü çubuğu, döşəyirdi bizə və yaxud da stolun üstünə vururdu, qışqırırdı, bağırırdı. Onun sinifində sakitçilik olurdu və çox təəssüf ki, o zamanda belə müəllimlər yaxşı müəllim kimi təqdim olurdu. Amma indi düşünün ki, bir müəllim bu vasitələrdən uzaqdır, onu özünə və şagirdlərinə, tələbələrinə rəva bilmir, kobud güc ifadəsində nə yumruq vurur, nə yun çubuğu işlədir. Orada o kollektivi, cəmiyyəti, sinifi idarə etmək çətin olur axı. Gör necə sən maraqlı dərs keçməlisən, sənin cazibən necə olmalıdır ki, tutaq ki, uşaq söhbət eləməsin, dərsə hazır. Amma çubuq əldə olanda, heyvərəlik olanda o
sükut, o səssizlik bərpa olunur. Amma onun qapıdan çıxandan sonra o şagirdlər hansı oqqaları çıxardacaq, ona heç kim qarantiya verə bilmir. Ona görə bu işgəncə faktları da polisin, eləcə də təkcə polis deyir ki, bunların məhkəmələri də o cür söyüşsüzdür, prokurorları da, deputatları da, prezident də özü də. Yəni İlham Əliyevin özünün ritorikasında biz götürüb analiz eləsək, indi o Qabil Məmmədov kimi mərtəbəli söyüşlər söyə bilmir, amma onun mətnlərin öz eləyəndə söyüşdən betərdir. Öz məmurlarını söyür, öz kabinetinə çağırıb söyür də. Mən də kifayət qədər eşitmişəm Qənimət bəy, yəni Heydər Əliyev də o vaxt söyürdü, raykom katiblərin, planların ən tərbiyəsiz ifadələrini söyürdü. Yəni sağ olsun Cəlal Əliyev ən azı göstərib onu ki, necə bunlar söyə bilirlər. Xülasə demək istədiyim ki, Qənimət bəy, bu sistemin mahiyyətindən irəli gəlir. Ayrı-ayrı polislərin, ayrı-ayrı hakimlərin, ayrı-ayrı adamların o işgəncəyə vurğunluğu qətiyyən onların şəxsi xarakteri ilə bağlı deyil. Əksinə sistem özü onları o şəkildə görmək istəyir. Çünki demokratik, azad, bərabər tərəfli idarə etmə bu hakimiyyətin təbiətinə ziddir. Onu sadəcə bacarmırlar. Ona görə də o əli çubuqlu, əli dubinkalı bir metodla cəmiyyət üzərində zorakılığı həyata keçirirlər. Bəy, bir müəllim nümunəsi gətirdiniz, müəllim nümunəsi. Orada da gül vurdu. Gəldi Azərbaycanda 15 yaşlı, 10-cu sinifdə oxuyan bir şagird gənc bir müəllimi vurdu silahla. Orada silahı da deyəsən dəyişdilər. Çünki bir uşaq çıxıb danışır sinif yoldaşı, bu avtomat silahı idi. Amma rəsmi açıqlamalarda o silahı kimi sənədləşdirildi. Burada da çox qaranlıq məqamlar var, açıq. Birincisi bu silah məsələsi. İkincisi, bu uşaq kimdir, kimin uşağıdır, o bilinmədi. Çünki o lisey, bahalı liseydir. Mən yazılar ili 12 ya 15 mindir təhsil haqqı. Hə, elədir, İdrak adlı bir lisey. O qaranlıq qaldı. Tamam, orada məsələnin mahiyyəti aydındır, səbəb. Bullying deyirlər, yəni uşağı bezdiriblər, deyiblər, sinif yoldaşları da deyir ki, onu gözüm çıxdıya salmışdılar, üstünə çox gedirdilər, sıxışdırırdılar. İndi mənim pedaqoji təcrübəm yoxdur, amma sizin var, hər halda siz dəstəmisiniz orta məktəbdə. Şagirdlər hansı hallarda bu cür isterik addımı ata bilərlər? Necə ola bilir? Yəni bir insan nə qədər yığılmalıdır ki, belə addım atsın. O birisi o müəmmalı məsələləri indi danışarıq hələ. Görək orada o suallar niyə var? Yəni niyə açıqlanmır ki, bu uşaq kimdir, silah hardandır, filandır belə. Hətta məktəbin direktoru açıqlama verir ki, şagird məktəb çantasında silah gətirib və ehtiyatsızlıqdan atəş açıb. Və ya bu açıqlama məni şübhələndirir ki, o uşaq da elə belə hansısa bir sıradan bir Azərbaycanlı olsaydı, indiyə qədər atasının, anasının basıb gözünü çıxartmışdılar. Amma gizlədilir hər halda. Qənimət bəy, bu müəllimə mən az izləyə bildim. Çünki dünən xeyli işlərim var idi. Həyatdadır deyəsən, şəfa arzulayıram ona da. Hə, sağdır, sağ qalıb. Yaralanıb sadəcə. Mən ümumi yanaşmaq istəyirəm bu məsələyə. O baxımdan ki, mən həqiqətən Azərbaycanda, bilmirəm özüm müəllim olduğuna görə, müəllim ailəsində böyüdüyümə görədir nədir, həm müəllimlərin halına acıyıram, həm şagirdlərin. O baxımdan ki, birincisi Azərbaycanda təhsil öldürülür, təhsil yoxdur. İndi o lisey haqqında mən fikrim yoxdur, bilmirəm orada tədris sistemi nə yerdədir. Tədris sistemini deyirəm ki, təhsil tamamilə sıradan çıxıb, keyfiyyətli pedaqoji hazırlıq yoxdur. Müəllimlərin özlərində işləmə imkanları çox azdır. Çox nadir nümunələr var ki, müəllimlər özləri üzərində işləyirlər. Müəllimin adı yerlə yerə atılıb. Bax, bu günləri, indi o şablon ifadə olmasında qabaq deyirdilər,
ey şərəfli müəllim, filan kəsə müəllim ifadəsi ilə müraciət olunurdu. Bu sözün özü anlayış olaraq çox müqəddəs idi bizdə. Amma son illərdə müəllim sözü nə ilə yadda qalır? Müəllimlərdən nəsə yazan kimi mən özüm də görürəm də. Hətta həqiqətən onların müdafiəsinə, haqqına yönələn nəsə yazıram. Müəllim rangı endirilib də xeyli, məqsəd yönlü şey. Bəli, yəni ancaq Qənimət bəy, ora diqqət çəkmək istəyirəm ki, məsələn, həqiqi hesab elədiyim, vacib hesab elədiyim müəllimlərin hüququ ilə bağlı nəsə danışıram. Şərhlər nədən ibarət olur? Seçkini saxtalaşdıranda bunu fikirləşərdilər. Bunlara az olur. Nə bilim, filan yerində bülletin daşıyan müəllimlər. Müəllim obrazın, müəllim ünvanın Azərbaycan hakimiyyəti gətirdi, elədi, saxtakardan da betər. Yəni, ümumi müəllim anlayışına münasibət İlham Əliyevə olan münasibətlə, negativ münasibətlə eynidir. Yəni, fikir verin, seçki saxtakarlığında polislər də iştirak edir, JEK müdürlər də iştirak edir, injinerlər də iştirak edir, həkimlər də iştirak edir. Amma müəllim saxtakar sinonimi yarandı. Bax, mən Saxtakarlığı təşkil eləyən ən mütəşəkkil sektor olardı da insan. bəli. Sayca da onlar çoxdur və onları rahat tənzimləmək. Seçki məntəqələrinin də demək olar ki, əksəriyyəti məktəblərdə təşkil olunduğuna görə təhsil məbədi oldu saxtakarlıq. Bəli, həmin məktəblərdə çalışan müəllimlər də aborigen qruplar kimi o saxtakarlığa cəlb olunur. Bəli. Yəni belə bir vəziyyət yarandı ki, saxtakarlığın təməli tədris mərkəzində atılır. Bəli. İlham Əliyevin, deputatların, belə deyək, fundamentin bax bunlar qoyur. Ona görə bax bu hadisə dəhşətli hadisədir. Məncə birinci belə hadisədir ki, Azərbaycanda müəllimə güllə atılır. Mən arzu eləyirəm ki, bu tendensiyaya çevrilməsin. Çünki gördüyümüz mənzərəni əgər düz oxuyuruqsa, hələ bundan dəhşətli bir şeylər baş verməlidir. Bu yaxınlarda yox, keçənlərdə olmuşdu da. Bir müəllim öz müəllim yoldaşını öldürmüşdü. Özdə müsavatçı idi o öldürülən. Hansı Ağcabəddə idi, hansı rayondaydı? Hansı bir rayonda idi, unutmuşuq. Yəni, məktəb məsələsi niyə görə bizim üçün həssasdır? Çünki insanların yetişdirilməsi bu adamların üzərinə qoyulub da. Bu müəllimlər cəmiyyəti yetişdirilməlidir. Amma dediyim kimi, hakimiyyətin mahiyyəti o qədər zay olub ki, o məktəbdən o gözlənti çoxdan çıxarılıb. Çünki bütün hakim, tək Əliyev hakimiyyətini nəzərdə tutmuram. Bütün dünyadakı bütün hakimiyyətləri götürün. Onun üçün uyğun olan vətəndaşın yetişdirilməsinin ilk ünvanı məktəb olur. Yəni, bütün hakimiyyətlər özlərinə uyğun adamları dərs proqramı ilə, oradakı disiplinlə özünə uyğun hazırlaşdırır. Məktəblər həm də bu rolu oynayır. Bəzi sosioloqlar, bəzi belə özünə məxsus filosoflar hətta ona görə müasir tədris metodunu bəyənmirlər ki, onlar insanın azadlıqları məhdudlaşdırır, müəyyən çərçivəyə salır. İndi bu bizim işimiz deyil. Bunu sosioloqlar, filosoflar müzakirə eləyirlər, eləyəcəklər də. Mənim demək istədiyim odur ki, məktəb əslində hakimiyyətin güzgüsüdür. Hər hakimiyyət necədirsə, onun tədris sisteminə baxmaq lazımdır ki, hansı dərslər orada tədris olunur, hansı metodika orada tətbiq olunur. Bax, Azərbaycan bu 3-4 ay bundan əvvəldə sosial mediada, yəqin ki, hamınız izlədiniz, Babəkin o filmində keçən fikir var. Bir gün azad yaşamaq 40 il qul olmaqdan yaxşıdır. Onu dəyişib eləmişdilər ki, nə bilim, bir gün yaxşı yaşamaq yoxsa nədir? Azadlıq sözünü çıxartmışdılar oradan, senzur eləmişdilər. İndi mən o ifadəni tapa bilmirəm. Canlı yayında dostlarımız Sovet zamanı belə senzuradan keçən ifadəni onlar götürüb çıxartmışdılar, bəli. Eləcə məsələn götürüb dərsliyə Leyla Əliyevanın şeirlərini salıblar. Ümumilikdə Qənimət bəy, mən işim olduğuna görə biraz maraqlanıram tədris proqramına. Məsələn, biz baxsaq Azərbaycan məktəblərində humanitar fənlərə,
ümumiyyətlə bütün dərsliklərə orada tənqidi təfəkkürə yer son dərəcə az verir. Halbuki maarifçiliyin, tədrisin, müasir tədrisin əsas mahiyyəti şagirdlərdə, insanlarda tənqidi təfəkkürü formalaşdırmaqdır. Sovet sistemində təhsil deyirdilər ki, şagulidir. Yəni müəllim nə deyir? Müəllim bütdür, Allah dəstəğfurullah, nə bilim, komandirdir. Sənin onunla diskusiya aparmağın, bərabər tərəfli kimi bir insan kimi çıxış eləməyin mümkünsüz idi. Yəni bu nəzərdə tutulmurdu. Yuxarıdan nə deyilir? Aşağıda icra olunmalı idi. O da Sovet sisteminin mahiyyətinə uyğun gəlirdi. Bu da qədim şərqdə də belə olmuşdu. Ümumiyyətlə totalitar sistemlərdə həmişə belə olur. Yuxarıda bir müdür, aşağıda onun tabiçiliyində olan adamlar, aşağıda olanların, yuxarıda olanların dediyin müzakirə eləmək, onu mübahisələndirmək hüququ, haqları yoxdur. Amma müasir təhsil sistemi, demokratik təhsil sistemi üfüqüdür. Yəni burada müəllim o avtoritar obraz rolundan çıxır, olmalıdır şagirdlərin dostu, yoldaşı, qardaşı, bacısı və diskusiya mühiti olmalıdır. Müəllim deməlidir ki, mən belə fikirləşirəm, sənin fikrin nədir? Yəni bu da ona görədir ki, məktəbdən sonra, elə məktəb vaxtıda insanlarda sağlam bir şübhəçilik olsun. Dəli şübhəçiliyi, o siniklik yox ki, hər şey bizdə də geniş gəlir və nə deyirsən, deyirsən, boş şeydir. Elə deyil. Bunu demə. Yalandan yazırlar, yalandan yazırlar. Heç nə doğru deyil. Bu siniklikdir. Amma bir də var tənqidi təfəkkür. Yəni adamlar bir şey deyiləndə instrumentləri olmalıdır. Beyinlərində mexanizm olmalıdır ki, onun həqiqi olub olmamasını yoxlasın, mühakimə eləsin. Azərbaycan hakimiyyətinə də bu sərf eləmir Qənimət bəy. Ona görə tədrisi də dediyim kimi özləri kimi bərbad hala yetiriblər, gətirib çatdırıblar. İndi müəllimlərə, yəni bu baş verənlər, o müəlliməni halına acmağımla yanaşı bir də onu demək istəyirəm ki, hələ azdır. Mənim proqnozlaşdırdığımdan azdır. Və Allah eləsin ki, laf heç olmasın. Müəllimləri nəyə görə azıyıram Qənimət bəy? Birinci dediyim kimi obrazlı olaraq onlar öldürülüblər, hörmətdən salınırlar. İkinci bir tərəfdən dünya çox sürətlə dəyişir. Bu uşaqlara da təsir eləyir. Məsələn, bu smartfonlar, telefonlar, internet oyunları, nə bilim, müxtəlif əyləncə vasitələri, əlalvanlıqlar. Bunun fonunda gör müəllim nə qədər hazırlıqlı olmalıdır, nə qədər bacarıqlı olmalıdır ki, o uşağın o nadiciliyin cilovlaya bilsin. Onun üçün də müəllimin boş vaxtı olmalıdır, yaxşı əmək haqqısı olmalıdır ki, tutaq ki, sinifin dərs saatı bitəndən sonra qaçıb taksi sürmək, nə bilim, inək sağmaq, yer şumlamaq, kartof əkmək barədə fikirləşməməlidir. Müasir müəllim o boş vaxtını, hələ ona nəzərdə tutulan şərti boş vaxtı da kifayət eləmir ki, özün o dərəcədə hazırlaşmalıdır ki, o insanlar üçün, o şagirdlər üçün, o balalar üçün həm elmi cəhətdən, həm də bir müəllim kimi maraqlı ola bilsin ki, danışanda qulaq alsın. Hələ mən o biri tərəfinə toxunmuram ki, Qənimət bəy, bu sizə də yəqin çıxıb deyərlər, xüsusən Bakıda harın məmur övladları var, balaları var da, belə deyək, uşaqları və yaxud da toxunulmaz təbəqələr var ki, onlar sözün əsl mənasında həm sinif yoldaşlarının həyatını cəhənnəmə döndərirlər. Birinci hətta heç nə eləməsələr belə, o kəskin təbəqələşmənin ki olması, bahalı maşınlarla gəlmək, özdə dəbdəbəli, nə bilim, bahalı telefonlarla, bu uşaqların, onun sinif yoldaşlarının psixologiyasını necə pozur, zədələyir, hamı bilir. O biri tərəfdən müəllimlər üçün çox böyük çətinlik yaradır. Yəni müəllimlərin onları ram etməsi demək olar ki, çox çətin olur. Nadir müəllimləri kənarda qoyuram. Və müəllimlər onlara yaltaqlanır Qənimət bəy. Balaca uşaqlara yaltaqlanır. İndi biz sərt tərəfini dedik, döymək falan məsələsini. İndi bir şagird düşünün də, bir sinif uşaqlar, axı uşaqlar o qədər pozulmamış olur. Onlar məsumdular və belə deyək də korporativ maraqlarla, merkantil maraqlarla çıxış eləmirlər. Onların çoxu duyğuları saf olduğuna görə. İndi düşünün ki, bir şagird baxır ki, müəllim hansısa nazirin nəvəsinə və yaxud da oğluna
yaltaqlanır onun gözünün Bəli. qabağında. O uşağın elə fundamentdən həyata nifrəti formalaşır, kini, kudurəti, qəzəbi formalaşır. Ona görə müəllimlər də çətin vəziyyətdədir və bunun yolu hansısa didaktik öğüdlərlə, tövsiyələrlə olmayacaq. Bu sistem dəyişikliyi olmalı. Bax mən bir ay təxminən kampaniya apardım. Təhsil naziri ki var, gənc və perspektivli Emin müəllim. Ona dalbadal müraciət elədim. Müraciət nədən ibarət idi Qənimət bəy? Deməli, Sabirabad rayonunda bir uşaq bağçası müəlliməsi polisə ondan şikayət olub. Mən onun məsələnin kötüyünə qədər araşdırdım. Şikayət də əslində haqsız idi. İndi lap olsun haqlı şikayət. Bu məsələyə getməyək. Polis bu qadını çağırır, bundan ifadə almaq istəyir, plan eləyir. Sonra bu qadın evə qayıdır. O deyir ki, polis buna zəng eləyir ki, görünür ki, o zəngə qədər bu zəng səs yazısı yayılıb, hörmətli tamaşaçılar. İnternetdən tapa bilərsiniz, mən də paylaşmışam. Ona qədər nə olub? Polis polkovnikidir, yoxsa mayorudur. Sabirabad rayonunda. Deyir ki, şəxsiyyət vərəqəni gətir. Qadın da ona deyir ki, axı mən sizə tabe deyiləm də, mən təhsil idarəsinə tabiyəm. Deyir ki, yekə danışmacına müəllimyə deyir qadına. Sənə deyirəm, götür şəxsiyyət vərəqəni, gəl. Bu da deyir ki, qardaş, mən təhsil idarəsinə tabiyəm də, sənin məndən tələb elədiklərini təhsil idarəsi tələb eləməlidir. Və ondan sonra o polisin dediyin, mən burada artıq söz tapıb O təhsil idarəsini də göndərir. Nəsil, onu söyür, təhqir idarəsini, yəni elə belə söymür də, yəni ən pis formada o qadını da təhqir eləyir, təhsil idarəsini də təhqir eləyir. Mətbuat Şurasını narahat eləyən ifadələrlə. Mətbuat Şurasını narahat eləyən. Və mən dedim ki, Emin Əmrullayev, sənin əgər öz kürsünə, pedaqoji kollektivə, məktəbə azca hörmətin varsa, heç olmaya bu polisi sən cəzalandırmalısan. Heç olmaya polisi ictimai formada üzrxahlığa təmin eləməlisən. Yəni, hansısa bir polis bütün təhsil idarəsinin, bütün pedaqoji heyəti təhqir eləyir, alçaldıcı ifadələrlə, söyüşlə. Və bunu nə tutar ki, o Sabirabadın təhsil idarəsi çıxdı, etiraz elədi, nə nazirlik etiraz elədi, nə bugün o cəmiyyətə mənəvi dərs keçən konjunktura ziyalıları var, çıxıb demədilər ki, qardaş, bu Əli Kərimin məsələsidir, Tofiq Yaqublu məsələsidir, nə bilim, Rüfət Səfərov məsələsi deyir də, bu adi kənd müəlliməsidir və yaxud da bağça direktoru. Niyə görə polis bunu və bütün təhsil idarəsinin bu formada söyməlidir? Heç bir şey görülmədi və mən sual qoydum orada tamaşaçıların da qarşısına və öz qarşımıza da ki, bax bu müəllimə, bu direktor, bu ictimailəşən söyüşdən sonra necə gedib öz şagirdlərinə səmimi formada dövləti sevin, qanunlara hörmət eləyin, təbliğatını apara bilər? Mümkün deyil. Ona görə Qənimət bəy, hara fırlanıb getsək də, tamaşaçılar mənim bütün məsələləri siyasiləşdirməkdə ittiham eləsə də mən yenə deyəcəm. Gözlə gördüyümüz, toxuna bildiyimiz ən ucqar məsələlərin də sistemlə, Azərbaycandakı hakim rejimlə bağlılığı var. Heç nə onlardan kənarda deyil. Bütün bu negativlərin bir ucu gəlir bu sistemin mahiyyətinə bağlanır. Hə, tamamilə doğru. Mən yadıma gəldi indi birdən-birə. Bir-iki dəfə mən Cəmil müəllimlə bu təhsil plan məsələləri ilə bağlı söhbətim olub. Yəni Azərbaycan Saatının izləyiciləri yəqin xatırlayır. Orada o söhbətlərin birində Cəmil müəllim çox maraqlı bir məsələyə toxundu ki, Azərbaycan məktəblərində kişi və qadın müəllimlərin say balansı pozulub. Yəni ciddi şəkildə çoxdandır. Bütün ölkədə hardasa bir 80-90% qadın müəllimlərdir. Hə, mən belə biraz ötəri maraqlandım Cəmil müəllim o söhbətləri eləyəndən sonra ki, bunun hansısa ciddi, yəqin elmi baxımdan izahatı var. Yəni bu niyə kişi və qadın
müəllimlərin balansı olmalıdır. Çünki uşaqlar məktəbdə təkcə dərs öyrənmirlər, həm də davranış öyrənirlər. Adətən belə qəbul olunur ki, müəllimlər məsuliyyət aşılayır, sərhəd qoyma kimi məsələləri bir-birinin insanların münasibətlərində sakit avtoritet aşılayır. Qadın müəllim də belə empati, qayğı, emosional dəstək olan və bunların hər ikisi bəlli bir balans çərçivəsində olmalıdır ki, uşaqlar təhsillə yanaşı eyni zamanda tərbiyə elementlərini də götürsün. Yəni uşaqlar məktəbdə təlim, tərbiyə yalnız qadın işidir kimi stereotiplərlə böyüməsin. Yəni olamaz belə. O üzdən yəni əvvəldən görünür, müəyyənləşdirilib də. Hər halda havadan götürülmür ki, məktəbdə kişi müəllimlər də olmalıdır, qadın müəllimlər də olmalıdır. Bu balans Azərbaycan məktəblərində pozulub. Kişi müəllimlər, mən həm də ona gətirib çıxardıram ki, rejimlə bilavasitə bağlıdır. Kişi müəllim evə müəllim maaşını gətirib xəcalətli qalmaqdansa o işi buraxır, gedir daha çox maaş gətirə biləcəyi işlərlə məşğul olsa, ona görə məktəblər kişi müəllimlərdən boşalır. Amma bir də bu məktəbin məsələsində bayaq dediyim o nüanslar var. Uşaq atasına məxsus olan silahı gətirib və ehtiyatsızlıqdan atəş açıb. Uşaq niyə ehtiyatsızlıqdan atasının silahını götürüb çantasına qoyursun? Sonra gəlsin məktəbə ehtiyatsızlıqdan o silahı çıxarsın və ehtiyatsızlıqdan müəllimə atəş açsın. Bu məsələnin bu tərəfi məni biraz belə diksindirdi ki, həm də İdrah liseyinin biraz zəngin ailələr üçün. Kasıb yazıq uşağın verir dövlət məktəbinə, ayda da 5-10 manat nə yığırlarsa onu verir. O qədər imkanı şikayətlə yarı verə bilir, yarısı verəmir. Amma bu özəl məktəbdə adətən müəyyən imkanlı təbəqənin uşaqları oxuyur. Özdə ili 12-15 min manat arasıdırsa, hər adam heç nə qədər adam o qədər, onun yarısı qədər universitet pulunu verə bilmədiyinə görə universiteti buraxır. Minlərlə tələbə o İdrah liseyinin illik təhsil haqqını verə bilmədiyini, yarısını verə bilmədiyinə görə gedir. Amma yəni də universitetdən gedir, oxumur, buraxır universiteti. Amma burada görünür belə bir qədər hər halda operativ olaraq düzülüb qoşulmuş hansısa alternativ ssenari var. Nələrsə gizlətmək. Qənimət bəy, işi araşdırmadığıma görə çətindir mənə demək. Amma mən nə demək istəyirəm? Nə qədər qəribə görünsə də, mən arzu eləmək istəyirəm ki, bu hadisə, bu amansız hadisə bullying, qısnama məsələsinə görə olsun. Amma bunun arxasından məsələn əks tərəfi nədir? Harın məmur övladı olmaq məsələsi. Yəni müəyyən olunsa ki, bu uşaq tutaq ki, ailəsinin ona göstərdiyi münasibət, yəni ərköyünlüyə görə bu addımı atıb, onda faciənin miqyası məncə bullyingdən də böyük olur. Ona görə ki, bunun doğrudur. Sabahları məktəbdən çıxandan sonra küçədə də bu adam güllələyə bilər, başqasını da eləyə bilər və bu bir dənə məmur övladıdır. Bu ümumi küçədə güllələyənlərdən biri yadıma düşdü. O Şərurlu İsfəndiyarın oğlu 2006-cı il idi, yoxsa 80-ci il idi. Bakıda o vaxtı 26-lar bağlı deyirdilər də, o Əli Yanan Gədən heykəlini qoymuşlar sahil bağında. Bəli, sahil bağı, indi sahil bağı. O Türkiyə səfirliyinin qabağında, o sahil bağında kimlərsə güllə zad atmışlar, onu da tutub atmışlar. Sonradan mən də həmin koloniyadaydım. Mənlə bir koloniyadaydı. 17-ci zonda. Adam ərköyünlüyün bir qədər ötəsində olan adam idi. Bu ərköyünlük tez oradan yadıma düşdü ki, uşağın da adı yadımdan çıxdı. İsfəndiyarın oğlunun adı nə idi? Şahin idi, nə idi belə? Belə bir havalı bir uşaq idi. Zonda da elə fırlanırdı. Heç kazarm, nədə də, barakda da falanda da qalmırdı. O qalırdı. Orada bir klub vardı. O adam öldürmüşdü, yaralamışdı Qənimət bəy. İndi dəqiq xatırlamıram. Məncə yaralamışdı. Ölüm söhbəti yox idi. Çünki on 5 il zad iş vermişdilər ona. 5 il. Elə o klubda da qalırdı. O klubda da elə ondan başqa işim qalmırdı. Yəni tək orada. Biraz da belə arada çıxıb gəzişəndə eləyəndə görünür. Havalı idi belə bir qəribə bir ərköyün
erköyünlüyün bir qədər üst fazasında yerləşən adam təsiri bağışlayırdı. Sonra təzədən o kimisə güllələdimi yoxsa yox, onu deyə bilmərəm. Hər halda Əlbəttə və çoxsaylı belə faktlar var. İndi bəziləri ictimaiyyətə açıqlanır ki, hansı məmur balası vurdu, öldürdü, nə bilim maşınla əzdi, təhqir elədi. Yəni bu bizim üçün adi deyil də. Yəni vəziyyət gör hara o gəlib. Yasamalda ki məşhur binada polislərin bir axını olmuşdu, polis baskını. Bəli. Sən də doğuşansan, Ərün də doğuşandı. Bəli. Pandemiya vaxtında. Pandemiya vaxtı. O həmin o polis ki orada fərqlənmişdi o ifadələrlə. O da Ərköyün məmur bağlarından biri idi də. Rafil Hüseynovdu da adamın adı. Əvvəl Masallı icra başçısı, indi Ağcabədi icra başçısı. Kimin əsasında sonra özlərinə biri ilə də qohum olurlar. Ümumiyyətlə bir qala qururlar da belə. Ata icra başçısı, ta ki qaynata nazir müavini və ya komitə sədri belə olurlar, möhkəmləşdirilmiş bir qarnizon. Ondan sonra düşürlər bu cəmiyyətin canına, sağa da dovşanlayırlar, sola da dovşanlayırlar. Bu belə də Ərköyün gənc tipi, sonra da ondan Ərköyün uşaqlar tipi yaranır və belə davam eləyir. Arada da bədbəxt Azərbaycanlıların indiki və gələcək nəsli bədbəxt olmaqda davam eləyir. Təxminən məhdudlaşdırıcı bir şey olmayanda insan korlanmağa məhkumdur da. Yəni bir yerdə ki qanunlar işləmirsə və bunların da özlərinin əxlaqi kriteriyaları zəif olduğuna görə, etik kriteriyaları, vicdan məsələsi. Onda insan rahatlıqla qudura bilir də. Bir insan ki düşünür, övlad düşünün və yaxud da bir insan düşünün ki, elə bir mühitdədir ki, orada görür ki, pul bütün qapıları açır. Bütün əzraflıqları, cinayətləri eləyib, əgər pulla onları yumaq mümkündürsə, onda insanı tormozlayacaq, qabağını alacaq məsələlər çox rahatlıqla aşıla bilir. Ona görə hətta görün vəziyyət nəyə gəlib çatmış ki, İlham Əliyev özü də bir neçə dəfə harın məmur varlarından haray çəkmişdi ki, bunlar qudurğanlıq eləyir. Yəni Azərbaycan üçün bu köçün bir məsələ deyil. Yəni məmursansa ya dırnaq arasında desək, ya genetik harınlar ki var, onlar belə meydan sulayırlar ortalıqda və ictimai mənzərəni koruyurlar, zibilləyirlər. Bir də onların nümunəsindən ilham alan, amma genetik harınlıq və ərköyünlük nümayiş etdirmə imkanı olmayan sadə təşəbbüskarlar var. Mən onların biri yadıma düşdüm. Bir neçə il əvvəl bir Cəllabadda bir arıq uşaq vardı. Çıxırdı Facebookda ilhamla irəli ağcebi bağlanmalıdır, zaten müxalifət ləğv edilməlidir deyə sağa sola püskürən bir gənc vardı. Arıq da uşaq idi. İlham bizim babamızdır, atamızdır, nədir? Belə bir qəribə bir fenomenə çevrilmişdi o anlar. İndi dünən idi, bugün idi, gözümə sataşdı ki, adam marihuana çəkir, maşına oturub, maşını zümeykalayırmış falan. Götürüb tutublar, həbs ediblər. Bu da indi özünə bir Ərköyün statusu qazanmaq üçün. Baxır ki, Daş rayonunda icra başçısının oğlu, hansısa idarə rəisinin oğlu, polisin oğlu falan, bunlar akıl oynadırlar. Bu da fikirləşir, tamam, mən arxamda o ərköyünlüyü təmin eləyə biləcək genetik baza yoxdur. Ona görə də özüm nəsə eləyim. Özü də nəsə eləyən nə idi? Ağılla fərqlənmək, təhsillə fərqlənmək ya mümkün deyil, ya da gec deyil. Qalır ortalıqdakı belə də diri trolluq eləyəsən, yaltaqlığın bir qədər aşırı və yaradıcı formalarından istifadə eləyəsən, sosial şəbəkələr də ona babat imkanlar yaradır. Sonra da gedir nəşə ilə köhnə bir Moskva. Təəccüb edir. Qənimət bəy, Rus satiriklərinin hansının sözüdür? Belə idi ki, deyir, vətənpərvərlikdən bunlar danışmağa başlayanda, kimlərsə danışmağa başlayanda. Bil ki, nəyisə uğrayırlar. Bil ki, nəyisə uğrayırlar. İndi o vətənpərvərlik sözün saxlamaqla bir dənə də söz əlavə edeyim. Bax, kim ki, ulu öndərin layiqli davamçısı söhbətin eləyəndə təbliğat xarakterdə, mən o dəqiqə fikirləşirəm ki, bunun nəsə bir fırıldaq var, nəsə bir maxinasiyası var, ya da açıq cinayət işi var. Yəni, bax, bu yaltaqlıq həm də ona görə pisdir ki, dövlət siyasətinin kimi yaltaqlığın təşviq olunması.
insan həqiqi onu kimin həqiqətən sevdiyini də müəyyən eləyə bilmir. Bax indi özü qoyun İraq olsun İlham Əliyevin yerinə və bir dənə də onun həqiqi heyranı, yəni heç bir maddi marağı güdmədən onu tərifləyən bir insanı canlandırın təsəvvürünüzdə. Necə müəyyən eləyə bilərsiniz ki, bu adam həqiqətən ürəkdən o sözü deyir, yoxsa tutaq ki, hansısa nazirlikdən filan qədər tender çırpışdırıb, maxinasiya eləyib oradan yayınmaq istəyir. Onu ən rahat müəyyənləşdirə biləcək adamın özü elə İlham Əliyevdir. Azərbaycanda o cür insanların o özündən təşəbbüs yolu ilə, yəni genetik olaraq ərköyünlük bazası yaradılmış yox, özündən ərköyünlük effektləri yaratmaq istəyən vətəndaşların sayı o 30-40 nəfər ola bilər. Hətta o hardaydıq İlham Əliyevin son səfərində Balaca Heydər prezident olsun deyən Ağdamda bəli. Dodik var da, o da özündən təşəbbüs deyil. O atçılıq orada Ağdam Atçılıq Zavodunun direktorudur. Elçin Quliyevin də küçüyüdür deyəcəkdim, özür istəyirəm. Elçin Quliyevin də yanında, böyründə belə xırda satellit kimi hərlənən bir adamdır. Məclisləri zaten təşkil eləyir, salfetka gətirir, kabab gətirir, çay aparır, belə şeylər baxan. Oğlu Naftalanın rəisidir və Sumqayıtın rəisi gətirmək istəyir. Oğlum. Paytaxta yaxınlaşır da yavaş. Hə, paytaxta yaxınlaşır və bu prosesin içində Elçin Quliyev də var. Birdən İlham Əliyevin ora səfəri zamanı Ağdam ağsaqqalları ilə görüş. Tarak bu da Ağdamlı da axı. Özü də ağsaqqaldır. Kalan da yaşı vardı. Ağsaqqal deyəndə yəni saqqala qarmış adamdır. Saqqal bıraxsaydı yəqin saqqal da ağappaq olacaqdı. Dərhal o ssenarini cızırlar, onu ora pərçim eləyirlər. Bu özündən təşəbbüskar deyil. Mən bunu niyə fərqləndirdim? Çünki adamın o bazası yığılıb var. Bu at işi falan, Mehdər məsələsi, ölkədə də bu dəqiqə ən nüfuzlu adamlardan biri hakim ailənin Mehdəridir də, Elçin Quliyev, general. O da onun Mehdəridir. Sözdən bu da bu xətlə gəlir. Bunun bazası var. Amma özündən ərköyünlük bazası, özünün hansısa xüsusi fərdi qabiliyyətlərinə əsasən yaratmaq istəyən adamların sayı 50-60 nəfər ola bilər bütün Azərbaycanda. Sosial şəbəkə fenomeninə çevrilirlər. Məsələn, bir də görürsən biri var, çıxır, Milli Məclisdə deputatlarla falanlarla şəkil çəkdirir. Gənc sütul uşaqdır. Bir də baxıram ki, 1-2 il bundan əvvəl qabağa çıxmışdı, önümə çıxmışdı. Elçin Quliyevə atam deyərək təbrik edir. Ad günün mübarək olsun, papa falan. Elçin Quliyevin belə bir oğlu varmı? Deyəsən yoxdur falan. Amma maraqlandım ki, hər halda deyəsən Elçin Quliyevin uşaqlarından biridir. Bütün deputatlarla falanlarla şəkil çəkdirir. Hamı prezident aparatında orada işləyən adamlarla şəkillər çəkdirib, TikTok'a, Instagram'a doldurub. Buna görünür şəkillərdən ki, buna yaltaqlanırlar, eyirlər. Bu özün o qəbildə fərqləndirən adamdır. Amma da bunun Elçin Quliyev var. Atasıdır, ya rəsmi, ya qeyri-rəsmi. Onu bilmirəm. Yenə bu kateqoriyada daxil olmayan 50-60 nəfər bütün ölkədə adamlar var ki, onlar fərdi müstəsna hansısa fəhmlərinə görə öz təşəbbüslərini də ora qataraq qabağa düşmək istəyirlər. Sonra da gəlirlər belə marihuana ilə zaddan tutulurlar. Və çoxdur belə faktlar ki, yəni biz son təxminən elə 5 ildə nə qədər faktlar sadalaya bilərik ki, müxalifətə qarşı qırğı kimi. O da Ata Abdullayev, hə, o ata kimilər, yəni bunlar bu ata kimilər. Yəni özlərin sonra Alikin müdafiəçisi kimi axırda məlum olur ki, arxasında nə qədər dələduzluq faktları, maşenlik faktları, cinayətlər gizlənir. Belə, təşəkkürlər Natiq bəy bu səmimi və arxayın söhbət üçün. Dəyərli izləyicilər, lütfən bizdən ayrılmadan öncə yayını əlbəttə bəyənin və paylaşın. Salamat qalın, sağ olun bəy.